Çox sağ olun sabah verilişinə də məni dəvət etdiyiniz üçün minnətdaram. Xoş gəlmişsiniz. İlk dəfəsiz bizim. Bəli. Ümumiyyətlə, canlı efirdə, ilk efiriniz. Bax, bir dənə söz deyim. Yadınızda saxlayın. İlk efirdə insanda bir həyəcan olur, bir utancaqlıq olur. Bu təbii bir haldır. Amma bugünkü günü həmişə yadında saxlayasan. Zaman keçəcək, bilmirəm, bəlkə də mən oldum, olmadım. Belə bir sual verəcəklər sizə. Çünki mən çox vaxt o sualı verirəm. İllər keçəndən sonra da ilk efirin, ilk həyəcanınız yadınızdadır. Onda sən deyirsən, hə, bir sarışın xanım var idi onun proqramında, o anı yaşamışam. Mahir, niyə elə dedin? Hə, gəl, gözəl, hansı ifamız olacaq? Günlər mənim ifa eləyəcəyim mahnı Xumar Qədimovanın repertuarından Mənim Gülüm mahnısı olacaq. Nə gözəl, gəl ifamızı eşidək, buyurun. Gitmeyinle sen ettin bana zulüm. Gitmeyinle sen ettin bana zulüm. Hiç zaman dokunmasın ayağın daşa gülüm. Hiç zaman dokunmasın ayağın başa gülüm. Derdini çəkdim yaman, nazını çəkməyəcəkdin. Derdini çəkdim yaman, nazını çəkməyəcəkdin. Sensiz necə olacaq sonu bu məhəbbətin? Sensiz necə olacaq sonu bu məhəbbətin? Ya məni öldür qurtar, ya da ki yaşat məni. Sən yoxsan deyə gülüm, yaşatmır həyat məni. Ya məni öldür qurtar, ya da ki yaşat məni. Sən yoxsan deyə gülüm, yaşatmır həyat məni. Sen sevgiden doğulan şirin mahnılardasan. Derdini çəkdim yaman, nazını çəkməyəcəkdim. Derdini çəkdim yaman, nazını çəkməyəcəkdim. Sensiz necə olacaq sonu bu məhəbbətin? Sensiz necə olacaq sonu bu məhəbbətin? Ya məni öldür qurtar, ya da ki yaşat məni. Sən yoxsan deyə gülüm, yaşatmır həyat məni. Ya məni öldür qurtar, ya da ki yaşat məni. Sən yoxsan deyə gülüm, yaşatmır həyat məni. Ya məni öldür qurtar, ya da ki yaşat məni. Sən yoxsan deyə gülüm, yaşatmır həyat məni.
da ki yaşat məni. Sən yoxsan deyə gülüm, yaşatmır həyat məni. Teşekkür. Çok güzel Akşin. Həqiqətən də səsini bəyəndim. İnanıram ki, səni hamı bəyəndi. Uğurlar arzu edirəm sizə. Minnətdaram. Buyurun, əyləşin.